Bugünkü mövzumuz səslərin enharmonik bərabərliyidir. Əvvəlcə balaca bir klaviatura çəkim ki, başa salmaq asan olsun. Enharmonik bərabər səslər elə də çətin mövzu deyil. Sadəcə məntiqi başa düşsəniz, bütün səslərdən biz bu mövzunu qavraya bilərik, qura bilərik yəni. Belə. Bu dodur, re, mi, fa, sol. Belə yazım ki görünsün. La, si. Deməli, eyni yüksəkliyə malik pillələrin səslənməsi bir, yazılışı və adları müxtəlif olarsa, buna enharmonik bərabər səslər deyilir. Musiqi quruluşunda olan səslərin hər birini yarım ton və bir ton artırıb əskilsək, biz enharmonik bərabər səslər əldə etmiş olarıq. Bu nə deməkdir? Biz bilirik ki, bizdə 7 əsas səs var və bunların arasında yarım ton və ya 1 ton məsafə yer alır. Si ilə do'nun arasında yarım ton məsafə var. Do, re, mi bunların arasında 1 tondur. Mi ilə fa'nın arasında yarım tondur. Biz deyir bu səsləri hansısa birinin yarım ton və ya 1 ton azaltsaq və ya artırsaq, biz enharmonik bərabər səslər alırıq. Bu o deməkdir ki, elə birinci do səsindən başlayaq. Biz do'nu sadə şəkildə çaldıqda re'ni bunlar enharmonik olmur. Yəni do'nu yarım ton məsəl üçün artırsaq, desək ki do diyez və re'ni yarım ton artırsaq, re bemol şəklində bu səsə düşmüş olur. Bu o deməkdir ki, bu səs həm do diyez, həm də re bemol kimi adlandırıla bilər. Bu baxımdan bu səsi enharmonik bərabər səs adlandırırıq. Yəni səslənməsi yəni eynidir, adı müxtəlifdir, mövqeyi müxtəlifdir. Do diyez, re bemol. Yəni bu səs həm do diyezdir, həm re bemoldur. Və yaxud da do sözü do yazaq, diyez, re bemol. Və yaxud da do səsini götürsək, bu do həm do kimi ifa olunur, yəni do adı ilə, həm də re səsini bir ton biz bəmləşdirsək, bir ton bəmləşdirəndə bu gəlib do notuna düşür, yəni bu səsə düşür. Bu baxımdan do səsi də həm do, həm də re dubl bemol kimi enharmonik bərabər səs olur. Daha sonra biz eyni şeyi re'də də edə bilərik. Məsələn, do, dubl diyez və re. Yəni ki, bu səs həm re kimi, həm də do dubl diyez kimi ifa oluna bilir. Daha sonra re diyez bu səsdir. Yəni səslənməsi, səs eynidir, amma həm re diyez ola bilir bu, həm mi bemol ola bilir. Re diyez, mi bemol və yaxud da re, mi dubl bemol, hansı ki bu səsdir. Həm re kimi çalırıq biz bunu, həm də mi dubl bemol kimi çalırıq. Daha sonra re dubl diyez, mi. Biz eyni şeydə mi də elədik. Daha sonra
mi diyez, mi diyez və fa və yaxud da mi, fa bemol. Bunlar da enharmonik bərabər səsdir. Daha sonra fa, sol bemol, fa diyez, sol, fa, sol dubl bemol, fa dubl diyez, sol, sol diyez, la bemol, sol, la dubl bemol, sol dubl diyez, la, la diyez, si bemol, la diyez, si bemol bura düşür. Daha sonra la, si dubl bemol, la dubl diyez, si, si diyez, do, si, do bemol kimi enharmonik bərabər səslər olur. Burada yazmadıklarım da var. Hansı ki mi dubl diyez fa diyezə düşür. Daha sonra si dubl diyez do diyezə düşür. Bunlar çox da istifadə olunmur deyə çox onları yazmadım. Amma prinsip yarım və bir ton azaltıb əskildilməklə biz enharmonik bərabər səslər əmələ gətirmiş oluruq. Yəni bu şəkildə istifadə olunur. Biz buradan görürük ki, törəmə pillələr sayəsində enharmonik bərabər səslər yaranır. İndi bunu daha aydın bir şəkildə yazaq, biz baxaq. Burada si, do bemol. Daha sonra si diyez, do, re dubl bemol. Do diyez, re bemol, si dubl diyez, do diyez, do dubl diyez, re, mi dubl bemol, re diyez, mi bemol, fa dubl bemol, re diyez, re dubl diyez, mi, fa bemol. Mi diyez, fa, sol, dubl bemol. Fa diyez, sol bemol, mi dubl diyez,
fa double diyez, sol, la double bemol, sol diyez, sol, sol diyez, la bemol, sol double diyez, la, si, double bemol, la double diyez, la diyez, si bemol, do double bemol, la double diyez, si, do bemol ve si, do bemol, do, si diyez. Biz burada görürük ki birçoğunun 3 dənə enharmonik adı var. Burada sol diyez və la bemol təkcə 2 dənə enharmonik səs var burada adlandırıla bilir. Çünki burada bu səs başqa cür heç birinin double bemol, double diyezinə düşə bilmir. Ona görə elə sol diyez, la bemol olaraq adlandırılır. Bu səs təkcə 2 ada malikdir. Və də si, do bemol, do, si diyezdə o qəbilədəndir. Enharmonik bərabər səslər törəmə pillələr sayəsində əmələ gəlir. Yəni hansısa səslərin yarım ton və bir ton, yəni əsas pillələrin yarım ton və bir ton azaldılması, artırılması sayəsində əmələ gəlir və bu səslər 2 və 3 adda adlandırıla bilir.